Sen tələsmək heç deməyəcəkdin özü təqdim edə. Niyə keçirik planetə? Ey belə. Ayda Hazır. Ala əli görürüm. Pas. Salam, Çil Əhli kanalına xoş gəlmisiniz. Biz növbəti buraxılışımızla sizin qarşınızdayıq. Deməli, rubrikamızda bəzi dəyişikliklər eləmişik. İlk növbədə cəzadan başlayayım, yoxsa qaydalardan? Ürəyiniz hansınızda istəyir? Cəzadan. Cəzadan başlayıram. Mən sizə rezin verəcəm. Buyur, Atilla. Buyur, Nicat. Əslində Atilla budur, Nicat oldu. Hərəsinin əlində bir rezin var. Düz cavab verən, digər əlinə rezin vurur. Əgər ikisi də düz cavab verərsə, mənim əlimdəki rezini çəkirlər və mənim əlimdə. Çox təşəkkür edirəm. Yeni gələnlər, yeni izləyənlər üçün oyunun qaydalarını da izah edeyim. Birinci rubrikamız ibarətdir ümumi suallardan, ümumi bilikdən. Konkret cavablar var. İkinci oyunumuz doğru yoxsa yalan adlanır. Müəyyən bir faktı və yaxud fakt olmayan, yalan olan bir hadisəni qeyd edirəm. Onlar deyir, bu hadisə həqiqətdir yoxsa yalan. Üçüncüsü təxmin et adlanır. Müəyyən bir sual verilir və o suala ən yaxın rəqəmini təxmin edən insan qalib gəlir. Başlayaq. Birinci Atilla. Özü yenə təqdim elə. Mənim adım Atilladır. Bu qədər. Mənim adım Nicatdır, bu qədər. Sən tələsmək heç deməyəcəkdin özü təqdim elə. İlk suala kim cavab vermək istəyir? Baxın, Mən yox. Qərar Mən verərəm. sən verirsən. Ümumi suallar start verir. Ağır aparmıyorsunuz. Biləm çətindir sizin üçün. Bizim üçün yox, atılır. İlk yazı sistemi harada yarandı? Aha, Filippində. səhv, Mesopotomiya. Mesopotomiya. Qoy əlini bura. Əlini qoy ora, elə danışdı. Davay. Bunu axırda bir dənə əvvəlini çəkək. Heç şey Deməli, yoxdur. tamam. Deməli, Mujik bunu mən ikinci sual səndə. Məndə. Hadi. Evet. İlk universitet harada açılıb? İngiltərə. Səhv. Feyzdə. Harda? Feyz. Face. Feyz. Keçir sənə. Andırır. Keçir sənə cavab. Mən bilirəm ki, kosmosu sevirsən. Kosmos mənlik. Uçmaq sənlik. Başlayıram. Günəş sistemində ən böyük planet Jupiter. Günəş. Sən seçsən. Mən bildim, mən Bildim. Vurmur, bilməyəni vurmur. Biləni vurmur. 1-0 mənə verirəm. 1-0 sən seçsən. Yenə keçirik planetə. Ey belə. Ayda Hazır. Ala əli görürüm. Hazır. bunu tapsa, məni rezimlə 4 dəfə vursun. Razıyam. Bu sualı tapsa. Davay, davay. Teşekkür. Ayda ilk insan kim oldu? Yur Gagarin. Səhv cavabdı. Neyim? Neil Armstrong. Sağ ol. Uşaq kosmosu bilir də. Tamam. SSR deyil. Çək. Elle zırma lan. Andırır. Wi-Fi texnologiyasının inkişafına kim töhfə verir? Əlim bəri. Pas. Wi-Fi texnologiyasına Kim töhfə verib? Wi-Fi texnologiyasının inkişafına kim töhfə verir? Niyə istifadə eləmirsən? Obyektə yerləşdirənə çatan kim Wi-Fi soruşursan birinci? Nikola Tesla. Neil Armstrong. Bu Elon Armstrong. Neil Armstrong. O Neil Armstrong. Bu Neil Armstrong. Yox, əsas. Karıştırma, karıştırma. Heyvan. Sağ ol. Mən də bilmirəm. Çox sağ ol. Çək. Andırır. İnsan İnsan bədənində ən böyük orqan hansı? Mən biləm. Mədə. Sən cavabdır. İnsan bədənində ən böyük orqan dəri. Dəri orqanmış. Dəri olma. Mən də Bəzən Dünyada dərsi yox ya. Dərsi böyle. dünyada. Nasıl izmiş onu verirəm mən əzizləşir şimdi. Sağ ol.
sağ ol. Kişi, mujik, Mujik. erkek. Dünyada en çok istifadə olunan parol, şifrə, səncə hansıdır? Dünyada en çok istifadə olunan şifrə hansıdır? O necə bilsin ya? Yox, bir statistika var da. 1-dən 8-ə kimi. Yox. 1-dən 6 kimi, 1, 2, 3, 4, 5, 6. Mən hələ elə bir halda eşitməmişim. O nə statistikadır elə. Geçen bunları biləndir. Keçirik, ən isti planet hansıdır? Merkuri. Səhv cavab, Venüs. Ola bilməz. Hə, En yakını Güneş'e Merkuri'dirsə. Yox. Tekrar məncə sual araşdır. Bax, araşdırar. Sən olsa özümə çox inanmıram. Yok da yani 100% Merkuri. Yaxşı. En yakını Merkuri'dirsə Ya, en necə yakını. Veneradır? Venüs deyiruz da Veneradır. Ağzıd mı? Əli yolda. Dünyada Sonla keçirik. keçirik sənə. Dünyada ən çox balçıq vulkanı hansı ölkədə yerləşir? Rusiya. Çox uzağa getdin. Dünyadakı ən böyük, ən çox balçıq vulkanı Rusiya. yerləşir Azərbaycanda. Hətta Qobustan var bizdə, bilirsiniz. Hətta ora kim gəlmişdi? Celal Şengör. Elxan Elxan. əlvi aşağı salıb biraz. Əlvi aşağı salıb niyə qaldırırsan ki? Qaldırmıram, bir rezin qaldırır. Bəlkə. Məndə də var ha, bir göstərim. Amma tərkəmiz qalır. Cavab vermir. İlk qadın astronavt. Astronavt nədir? Astronavt. Mənə gəlir sual. Hə, Hiç qadın astronavt kim? Marilyn Monroe deyir. Marilyn Monroe dedin. Bilmirsən də yəni uzaq. Bilmirəm. Hələ bura. Valentina Tereshkova. Hə, bilirəm. İndi mən sualı ver. Sual ver də. Sən onu vursan da belə. Dünyada ən çox satılan kitab hansı? Müəllifin adı yoxsa Yox, əsərin kitabın adı? adı. Kitabın adı nədir? Bu sual konkret. Dünyada ən çox satılan Mən kitab bilsəm- Səhvlər. Yox, mən bilsəm Dünyada- sən 3 dənə vurursan özü. Yox, Harry Potter. yox. İkinci yerdə. İkinci. Birinci yerdə Bibliya. Güzel. Bu rubrikamız qutardı. Əllərinizi göstərin zəhmət olmasa. Əllər dəyişmək olmasa, yəni sol edə bilməzsiniz sonra. Mən də əlimi göstərim. Yəni iki cahillə oturduğumuz sübutu bu mənim əlimdir də. Amma açığı çətin sual, mən də çoxunu bilmirdim. Özünə dəyməsin deyə nə qədər cici suallar hazırlayır. Yaxşı. Deməli, doğru yalan rubrikasına keçdik. Bu rubrikada mən bir fikir səsləndirirəm. O fikrin doğru olduğunu düşünən bu işarəsi qoyur, yanlış olduğunu düşünən X işarəsini qoyur. Atır O kim qalib gəldi ortaya çıxır. Birinci rubrikanın qalibinə icad oldu, bir sıfır icadın xeyrinə. Qərbi Misirdə pişik öldürmək günah idi. Konkret suallar. Biz anladım bildim o piramid alanın üstünde şəkillər var. Orada pişik gedir, sırtlara başına. Şirek olur. Şirek var. Kəsəcəm də. Öp əlini. Özüm mən. Kəsəcəm. Zırı qoymuş. Dəvə, Bir neçə dəfə. yaşın. Dəvə su içmədən bir il yaşayırlar. Nicət düzdür bu günlər. Bu da ki, oturub hədislərini oxuyur ki, dəvənin belində sular gəlmişdir. Antarktika ən böyük səhradır. Gözünə. Hansı? Hansı? Sırayla da var. Özür dilərim. Bu işim var. Buna görə ağır. Heç birinizdə reaksiya göstərmişsiniz, güvələndir. Gəndi, maşın. Kleopatra. Of. Kleopatra. Atma söhbəti var, onu deyəsən. Yox. Kleopatra Öyle şey var. ikincisi zamanı evlənmək qərarı almışdı. Bəli. Evlənmək qərarı aldı. Hansı bu müqəddəs əli? Atılır. Çox. Əlbət uşaq. Biraz bir oxuyarsan da. O yandırıram. Qədim Romada fast food var idi. Hamburger, cheeseburger, fast food da həm şey də ola bilər, məsələn, qutab, ləvəngi, fast food, ləvəngi sahib. Yəni Atilla uşağı doğru məlumat edir, əl uzat. Gələyimizi. Klavye. Godfather. Godfather. Orta əsrlərdə Aha. insanlar yer kürəsinin yuvarlaq olduğunu bilmirdi. Bu renklə bax.
Düz cavab vermişsiniz. Düz cavab vermiş ikimizdən, hə, o zaman. Birinci Elizabeth. Hə. Birinci Elizabeth toyunda on illərlə insana qida məhsulu payladı. Bildim mominlər neysə. Necə qoyulanır, köçürən uşaqlar kimi bir İkisi mənə gələndə, bu oyunda 2-0. 6-0. Bu oyunu əməlini bulsan, Bu oyunda bu 2-0. oyunda da qısmını bulsan. 2-0 bərabər 1-1. Sən Atilla'ya ümid eləmir. Sən dediyin Hayır. Ondurur. Qədim Romada beton istifadə olunurdu. Qədim Romada. Hələ sağ ol. Sən eləmirsən, bir də Qədim Roma ilə bağlı belə bir fikir var. Deyilənə görə ortalama 70% kişinin indiki müasir dövrdə ağlına həmişə Roma əsgərləri gəlir. Və ayda bir dəfə bu barədə düşünürlər. Roma sərkərdələri barədə düşünürlər. 70% Roma kişiləri, Roma əsgərləri. Əsgər. Normalda müasir kişilər dünyadakı Roma ordusu haqqında fikirləşirlər ayda bir dəfə ən azı. Belə bir statistika olmuşdu. Adolf Hitler seçki ilə hakimiyyətə gəldi. Hər ikimiz də bir-birisi daha şok nəqiyyətən seçki ilə hakimiyyətə gəldi. kim niyə o seçdi? Bax, Adolf Hitler rəssam. Gözəl. Bilikli, Savadlı. savadlı insan. Of. Ay, Başa başladı. Sən önce gəl görün. Həzrət Nuhun gəmisində 2 ailə və hər heyvandan 2 cüt olub. Cəmi 2 ailə olub. Həzrət Nuhun gəmisində 2 ailə olub və hər heyvandan 2 cüt olub. Müsait sən səhv istədin, çünki bir ailə olub. Həzrət öz ailəsi olub, başqa çaşdırıcı suallar. Anlamlı olmuyor burada. Keçirik təxminiyyətə. Təxminiyyətdə deməli müəyyən bir fakt irəli sürülür və o fakta ən yaxın rəqəmi təxmin edən şəxs qalır. Başlayırıq. Titanic kinosuna baxmısınız? Yox. Baxmısan, hansı səsi? Yox, Sən hansı səsi yadınızda? Baxmısan? Bir də o sonunda şəklini seçdi. O yerləri Titanic kinosu. film olaraq çox. Nə kinosu? Titanic gəmi. Bilirəm Stalin deyirsən, ya baba. Titanic. Çox əlavə. Titanic deyirsən, Titanic. Stalin kinosu. Sniper da sonunda, doğru. Soyundan nə yəni fikirləşib Stalin soyunub onu çəkdilər yoxsa? Ya oradan tutmuş Titanic. Titanic. Hansı səhnəsi yadında qalıb xoşladığın səhnəsi hansı? Xoşladığım sənəsi yoxdur. Belə hamısı yadımda. Yaxşı keçirik. Titanic neçə saat bax? Tərbiyəsiz Yaxşı deyirsən sonra. Neçə saat? Titanic neçə saat bax? təmiz baxdı. Geçinəmiş oldu. Sual konkretdir, cavab verməyəcəm, kömək eləmək. Kömək axtarırsan, hə? Atilla yaxın cavab verdi, 2 saat 40 dəqiqə var. Çox uçuq getdi, bir də əlim uzaq. 16-21. Ama gördüğümdə təmiz baxdı, Ay. yoxsa... Gəlib. Mən dərin nazim. Uşaqlar, Zorla. maraqlı bir sual yenə gəlir. Atilla'nı xoşladı, Kleopatra. Of. Kinosu hansı? Kleopatra. Hansı? Kleopatra neçə dil bilirdi sizcə? İkimiz de işliyoruz. Yenidən təxmin edin. Burada beraber etməz. 9 buna vurmur. Niye bu? İkimiz də cavab verir. İkimiz də İyi deyil. bir şey de. Düz yoxda? Aynen bak. Orada düz yox. Düz nedir? Düz Düz nədir? değil mi? Qalib gəlir. Sağda sayıyor. Kim yanında oldu? Düz değil. Mən İkimiz de eğiticiyse sen bu. Yo. Hadi biraz ikimiz de yakın. Yo, ikimiz də 9 yazsaydı, 8 heç olmasa, hə, 2-nə. Aa, İkimiz də yaxın. İkimiz de İkimiz də yakın. yaxın, 9. Hadi ikimiz de yakın. İkimiz uzaqsın. Bir yazsaydı. İkimiz də insan. Bir dənə deyilsin. Bir yazsaydı aslında. Amma ikimiz də savadsız. Əli yaxşı gələr. Keçirik. Aç kimi baxmır. Keçirik növbət sual. Olimpiyalara baxırsın, olimpiyaları sevirsin. Hər gün. Hər gün. Keçirilən İlk Olimpiya oyunları neçənci ildə keçirildi?
Allah bilirəm, uzun çox cavab verirəm abla. İnanma. Heç inanma. Kim bu cavabı basın? O kadar savadlı olmaz. Məncə də. Mən savadlıyam. Mümkün değil ki. Bu getdi, sen de getdin. Bu daha yaxındır. 1960 Yoksa eramızdan əvvəl Kesin. 66-cı ildə Yunanistan. Yunanistan'da. Üzünə dirək. Yapışdır onu. Eğer bir şey deyirsən. Yapışdır, yapışdır. Hacı. Şeyi sonra danışacağız. Coğrafyanın desin sana da yaxşıdır, hə? Doğru. Xəritələri sevirsən, hə? Elə də. Kristofor Kolumbu tanırsan? Hə. Kristofor Kolumb Amerikaya neçənci ildə çatdı? 2004. Nicat sən də cavab verir, sən yanlış cavab verdin. 1492-ci ildə kimi gördü, hə? Şunu görürəm. Allah da. Giza piramidası, piramidaları da. Neçə il əvvəl, Giza piramidası ayrı olur. yox, piramidaları neçə il əvvəl tikilib. Bana necə bax. Arasına gələn yazam. Baxın, 100 min lira. Atilla daha yaxındır. 4500 il əvvəl Atilla da 5000 yazır. Çox deyil, 5000. 500 il fərq var yəni. Necə çox? 5 yazır. Çox zahmet səni. Getdik. Soyuq müharibə, bunu da kodlar yazmışam. Soyuq müharibə, soyuq müharibə neçə il davam edirsiniz? Son müharibə. Soğuk muharebede 200 milyon İkinci müharibəsindən sonra soyuq müharibə ikinci müharibə. Üçüncü Dünya müharibəsinin aslında oldu. Tüm bilgilerin birinde var. Neçə il oldu? Deyərsən biraz. Nicat, Nalla, 25, 45. 45. 45 yıl. Hələ davam edir. Bayağı iyimsiz olmuş. Sezar tanıyırsınız. Sağlar. Saat yox. Sen de mi Brutus? Qəşəng. Teatra çəkilmə. Bir də elə şeylə də onu sanki soxulur. Tüştürüm. Soğul. Bir də amma aktyor kimi deyə bilərsən sən. Sən də. Diyanlar. Bir də yox da yox. Tamam. Sən deyə bilərsən. Nə? Dinən Atilla da deyəcək. Sen de mi Brutus derlersin? Elə ki ona hamı Rut olmadan olur. Amma Sadəcə bunu da gəl. Onu Dinləmir. Soğanda Onu değilsin. sanki elə onun bir teatr səhnəsi kimi deyəcək. Teatr soğuk mu? Yoksa ben soğuram. Hə. Sen Brut diyen de. Isıt. Sıçıyor soğuk. Nə sən deyirsən? Burası kes. Neyse. Neçə yaşında öldürülüb? Maraklı değil. Nizat yaşında öldürülüb. Senin de mi büyütüsün hiç Neçə yaşındadır? 43. 55. Nallı. Almaz orada. Ya bu sana vurmayak diyecektim de. Aha. Leonardo da Vinci. Neçə yaş? Kimle? Ne yazdı? 70-71. Baxın. 70 yazan kimdir? Ben. Nallı mı? Neçə 4 67. 4 ildə yaşasaydı. Pompei necə tanıyırsınız uşaqlar? Ha. Sən tanırsan. Ama Almanya yaşındadır. Bilmirəm, mən tanımıram. Yo Roma sərkərdəsi. Sərkərdədir, hansı ki dağlardan filləri, ordunu keçmişdi. Şunası da var maraqlı. Neçənci ildə məhv olub? Yəni ölüb. İranımızdan əvvəl. Almanya fırfır saçlı. Ay, Elə bir şey oldu. Saçlı. Sən də bir dəfə yaxşı, sən də çaş. Çaş. Elə amma demirəm. Saç Allah. Çaşan olan aşırı. Baxamazsın. Sən Allah'la Neçədə? 79-cu il. Ay. 62. Mən 65 yazmışam əslində. Sən 652 yapmışsan yalan. İkisi oradan. Keçirik. Fizika sevgisini, alimlər sevgisini. Fiz kanserimi. Mən özüm fizik alimiyəm. Doğru lan. Onda Albert Einstein tanıyırsan, hə? Einstein neçə yaşında vəfat edib? Bu gün belə daha çox. Qırılmışlar yayınımsan bura. Kim ne var? İkimiz de 75 ya. Kimsə oğulsan, haqq eləriz. 75 de olsun. 75-76-dır. Bunun haqqı Mən də. Bir tane dinle Burhan'a. Sən də vur. Bir tane Biraz daha. Bir tane Burhan'a dinle. Gəl. Bu bana ne yazarız? Yox, bax. Elbaş olmasın. Yox, Elbaş qızarsın. Qızarsın. Hə, al. Elbaş olmasın. Kamera qabağını kəsmirsən qardaş. Al. El
Dəqiqən ikimiz eyni vaxtda deyildir. Çünki həqiqətən fəxr eləmişsən. Sağ ol, dəqiqən. Çıxan öyle. Haydi benim oğullarım. 3, 2, Şak! 1. Hansını ciddi? Heç amma bu daha çox istəyir. Sən xəttin üstündə də. Bunu belə necə? Var, məndə törəsi var. Yaşayın. Həzrət Məhəmməd sallallahu əleyhi və səlləm neçə il peyğəmbərlik edib? Yəni demirəm ha, xəlifəlik, peyğəmbərlik. Və bu sualda o sən uda bilmədi. Sən də uda bilmədin. 23-dür. 23 üstüne 20 demiş. Sən 23, o da 26 deyil də. Sen burada oldu. Amma bir dəfə bir dənə daha. Cəzamız maraqlı deyil. 60 yaşında vəfat edib. Cəza çıxmış. Bilmirəm, vəfatım. Sağ olun, minnətdarıq izlədiyinizə görə.